Bura Kosalardır. Topdaş deyilən yerdir. Bura atamın dədə-babadan qalan çəpəridir. O öz əlləri ilə, öz zəhməti ilə bax bu daşlıq ərazidə daşlardan çəpər hörüb hazırlamışdı. Yəni burada heç bir əlavə materialdan istifadə olunmayıb. Kosalardan çıxan günə qədər, həmin illərə qədər bax bu meşənin içərisində bizim çəpərimiz olub. Keşke özün də duraydın hayata. Sağ qalmış olaydın. Bax bu gözəl yerləri bir də görərdin. Düzdür 2023-cü ildə sən Kosaları gördün, amma meşələrin dərinliyində olan bu yerləri gəlib görmək imkanı olmadı. Beləliklə çəpərin yuxarı hissələrinə doğru gedirik. İnşallah yaxın gələcəkdə bax bu daş çəpəri, qala kimi olan çəpəri yenidən bərpa edib gələcək nəsillərimizə, dostlarımıza, ölkəmizə gələn insanlara göstərməyə çalışacağıq. Görürsünüz, hər bir tərəf daşdan əhatələnmiş olan bir meşəlikdir. Həyatda çox maraqlı anlar, məqamlar olur. 1992-ci ildə heç vaxt ağlımıza gəlməzdi ki, biz məcburən Kosalar kəndini tərk edəcəyik. 33-34 il sonra yenidən bu yerləri görmək qismətimiz olacaq. Nə bilim, bu da ilahinin bir məqamlarıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun. Yenidən biz itirilmiş haqlarımızın bərpa olunmasına nail olduq. Beləcə dostlar, bu daşlara baxaraq qəhərlənirəm, kədərlənirəm. Amma eyni zamanda sevinirəm də. Çünki tarixi torpaqlar artıq bizim özümüzdədir. Şükür bu günlərə. Təxminən 50 il əvvəl atamın əllərinin əməyi nəticəsində bu daşlara formalar, şəkillər verilib. Burada belə bir qalaya bənzər çəpər hazırlanmışdı. Bütün bu daşların üzərində onun əziyyəti var. Allah bütün ölənlərə rəhmət eləsin. Və görünür ki, bu Topdaş dediyimiz yer lap qədimdən də yaşayış məskəni olub. Çünki bu hissədə deməli o vaxtdan yadımızdadır. Divin yuvası deyilən bir yer də var idi. Bax bu qayalığın və çəpərin bitişdiyi hissədə belə bir yeraltı keçid kimi, mağaraya bənzər giriş kimi var.